Qoç bürcü. Sakitliyinizi qorusanız, çox şey yaxşı olacaq. Bu bürcün bütün nümayəndələri bugün, xüsusən də mənfi hisslərlə mübarizə aparmaqda asan olmayacaq. Hirsli hisslərinizin yaxınlarınıza zərər verməsinə imkan verməyin və xüsusilə qayğı göstərdiyiniz insanlara qarşı səbirli olmağa çalışın. Ailənizin və dostluqlarınızın necə inkişaf edəcəyi əsasən sizdən asılıdır. Sevdiyiniz insan sizə dəstək olmağa çalışacaq. Amma niyə narahat olduğunuzu və ya nədə narahat olduğunuzu dərhal anlamaya bilər. Yeni tanışlarla ünsiyyət qurarkən ehtiyatlı olmalısınız. Onlar çox xoş və mehriban görünə bilərlər. Amma ilk təəssüratlarının səhv olma ehtimalı böyükdür. Buna görə də sirlərinizi onlarla bölüşməyə tələsməyin və eşitdiyiniz hər vədə inanmayın. Əgər vacib bir işin öhdəsindən gəlməyi planlaşdırırsınızsa, ilk növbədə öz gücünüzə güvənməyə çalışın. Kimdənsə dəstək istəsəniz belə, bunun tezliklə baş verəcəyi ehtimalı azdır. Buğa bürcü. Bu pis gün deyil. Amma necə inkişaf edəcəyi əsasən əhvalınızdan və münasibətinizdən asılı olacaq. Bəzi buğa bürcləri hər şeyi ən qaranlıq işıqda görməyə və yalnız çətinliklər gözləməyə meyilli olacaqlar. Bu, təhlükəli bir münasibətdir. Müsbət hadisələri görməməzliyə vurmağınıza və müsbət dəyişiklikləri görməməyinizə səbəb ola bilər. Optimist və müsbət enerjisini sizinlə bölüşməyə hazır olanlarla daha çox vaxt keçirməyə çalışın. Günün ilk yarısı istənilən vacib işdən daha çox istirahət üçün uyğundur. Cari problemləri həll edə və ya erkən başlamış olduğunuz işi bitirə bilərsiniz. Amma bunu rahat bir tempdə, tələsmədən etmək ən yaxşısıdır. Axşam yaxınlaşdıqca bu vəziyyət dəyişəcək. Günortadan sonra yeni çətinliklərin öhdəsindən asanlıqla gələcək. Və əvvəllər hər kəsi çaşdıran suallara cavab tapacaqsınız. Bəzi ailə problemlərini həll edə və çətin vəziyyətlərdə olan qohumlarınıza kömək edə biləcəksiniz. Dostluq görüşləri və romantik istirahətlər yaxşı keçəcək. Əkizlər bürcü. Hər şeyə birdən nail olmaq istəyəcəksiniz, amma bunun baş verməsi ehtimalı azdır. Unutmayın ki, bugün ardıcıl hərəkət etmək, hər şeyi birdən həll etməyə çalışmaqdan daha təsirli olacaq. Etibarlı müttəfiqlərinizin dəstəyindən istifadə edə bilərsiniz. Amma əgər onlar ətrafınızda deyilsə, intuisiyanıza qulaq asaraq özünüz düzgün həlləri tapacaqsınız. Maliyyə məsələlərində daha diqqətli olmaq vacibdir. Bu, xüsusilə ailə büdcəsini idarə etmək kimi başqalarının pulunu idarə edən Əkizlər bürcünə aiddir. Bu bürcün nümayəndələri xüsusən də günortadan sonra hər hansı bir əyləncədən çəkinməlidirlər. Şəxsi münasibətlər baxımından bugün ən asan gün deyil. Bir çox əkizlər üçün bugün sevdikləri ilə yola getmək həmişəkindən daha çətin olacaq. Açıq münaqişələrdən və uzun mübahisələrdən çəkinməyə çalışın. Sülhü qorumaq üçün bəzi kiçik güzəştlərə getməli ola bilərsiniz. Axşam sizin və ailənizin zövq alacağı maraqlı bir tədbir və ya fəaliyyət üçün idealdır. Xərçəng bürcü. Gün bir çox faydalı fəaliyyətlər üçün əlverişlidir. Diqqətinizi cəmləyə və əhəmiyyətsiz məsələlərə görə yayınmaqdan qaçınacaqsınız. Buna görə də başqalarının çətin hesab etdiyi bir çox işin öhdəsindən yaxşı gələcəksiniz. Bəzi əla ideyaların ortaya çıxması mümkündür və onları mümkün qədər tez həyata keçirmək istəyəcəksiniz. Rahatlıqla yaxınlığınızda ən cəsarətli səylərinizi dəstəkləməyə hazır olan insanları tapacaqsınız. Bunlara həm uzun müddətdir tanış olduğunuz, həm də bu yaxınlarda ilk dəfə görüşdüyünüz insanlar daxil ola bilər. Peşəkar planları və ya işlə və ya öz biznesinizi inkişaf etdirməklə bağlı hər hansı bir ideyanı nəzərdən keçirmək faydalı olacaq. Bir çox şeyə yeni bir işıqda baxacaq və əvvəllər yeganə həqiqi hesab etdiyiniz şeylərə fərqli bir nəzər salacaqsınız. Köhnə dostlar və digər yaxınlarınızla ünsiyyət qurmaq üçün gün əlverişli olacaq. Romantik münasibətlər baxımından gün neytraldır.
Yaxşılığa doğru böyük dəyişikliklər gətirməsi ehtimalı azdır, lakin ciddi çətinliklərin də yaranması ehtimalı azdır. Şir bürcü. Başqalarının çətin hesab etdiyi bir neçə çətin məsələni həll etməli və işləri tək başına həll etməli olacaqsınız. Uğura çatmaq asan olmayacaq. Amma maneələr yaranarsa, planlarınızdan əl çəkməyəcəksiniz. Bir çox şir əvvəllər etdikləri səhvləri anlayacaq və onları düzəltmək üçün çalışacaq. Yeni tanışlıqlar sizə kömək edə bilər. Ortaq layihələri paylaşmaq uzun müddətli bir dostluğun başlanğıcı ola bilər. Çətin söhbətlərdən qaçınmaq ehtimalınız azdır və mübahisələr də çoxdur. Yaxınlarınız hər şeydə sizinlə razılaşmayacaqlar. Ona görə də öz baxış bucağınızı müdafiə etməyə hazır olun. Bunu sakit və konstruktiv şəkildə, dəyər verdiyiniz insanları incitmədən etmək vacibdir. İnandırıcı arqumentlər tapın və müsbət münasibəti qorumağa çalışın. Günün əvvəlində müsbət tendensiyaların təsiri minimal olacaq, lakin zamanla daha çox nəzərə çarpacaq. Axşam üçün ailəvi tədbir və ya sevdiyiniz insanla görüş planlaşdıra bilərsiniz. Səyahət bol, canlı təəssüratlar yaradacaq. Qız bürcü. Gün sizə heç bir narahatlıq yaratmayacaq. Müsbət tendensiyalar üstünlük təşkil edəcək və siz mütləq onlardan yararlanacaqsınız. Xoşbəxt təsadüflər və qeyri-adi hadisələr ehtimal olunur ki, bu da yeni imkanlar açır. Cəsarətli təcrübələr üçün yaxşı gündür. Yaxşı ideyalar ortaya çıxarsa, onları dərhal həyata keçirmək şansını qaçırmayın. Bəzi uzun müddətli müttəfiqləriniz sizi dəstəkləyəcək və bu çox faydalı olacaq. Bununla belə, bəzi işləri tək başına həll etməli olacaqsınız. Müsbət baxış bucağını qorumaq və özünə inamlı qalmaq vacibdir. Nə qədər az narahat olsanız, məqsədlərinizə çatmaq şansınız bir o qədər yüksəkdir. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Yaxınlarınızla asanlıqla ortaq dil tapacaqsınız və dərhal başa düşüləcəksiniz. Bəzi qız bürcləri uzun müddətdir davam edən ailə problemlərini həll edə biləcəklər. Bu həmçinin romantik görüş üçün də yaxşı gündür. Qeyri-adi və yadda qalan olacaq. Bol canlı təəssüratlar bəxş edəcək. Tərəzi bürcü. Vacib məsələlərə və ya ciddi qərarlara tələsməmək yaxşıdır. Günün başlanğıcı bunun üçün çətin ki uyğun olsun. Bu dövrdə həm əsəbiləşə, həm də çaşqınlığa səbəb ola biləcək bədbəxt təsadüflər və xoşagəlməz hadisələr mümkündür. Bundan əlavə, bəzi tərəzi bürcləri yaxınları ilə yola getməkdə çətinlik çəkə bilər. Bu bürcün nümayəndələri həddindən artıq inadkar, güzəştə getmək istəməyən və başqalarının fikirlərini həddindən artıq tənqid edən ola bilərlər. Fikir ayrılıqları çox ehtimal olunur. Güzəştə getmək mümkün ola bilər, amma bu səy tələb edəcək. Günün ortası kiçik məişət problemlərinin və gündəlik problemlərin həlli üçün əlverişlidir. Məişət texnikası və digər faydalı əşyalar almaq üçün əlverişli zamandır. Lakin daha böyük xərclər arzu olunmazdır. Təmir və ya köç planlaşdıran tərəzi bürcləri çətinliklərlə üzləşə bilər. Tələb olunan səy və pul miqdarını dəqiq qiymətləndirmək çətin olacaq. Axşam istirahət üçün əlverişli olacaq. Bu vaxt üçün maraqlı fəaliyyətlər planlaşdırın və yaxınlarınızı sizə qoşulmağa dəvət edin. Başqa şəhərlərdə və ölkələrdə yaşayan köhnə tanışlarınızdan xoş xəbərlər eşidə bilərsiniz. Əqrəb bürcü. Diqqətinizi cəmləmək həmişəkindən daha çətin olacaq. Xüsusilə də həddindən artıq dəqiqlik və detallara diqqət tələb edən vacib işləri həll etmək üçün ən yaxşı gün deyil. Səhv etmək və ya nəyisə görməməzlikdən gəlmək riski yüksəkdir. Bundan əlavə, adi haldan daha tez-tez müdaxilə ediləcəksiniz və bu da başladığınız işi tamamlamağı xüsusilə çətinləşdirəcək. Bununla belə, sadə və tanış işlərə, gündəlik problemləri həll etməyə, səliqə sahman qurmağa və lazımsız əşyalardan qurtulmağa diqqət yetirə bilərsiniz. Çətin görünən heç bir işi təxirə salmayacaqsınız. Ona görə də çox effektiv olacaqsınız. Maliyyə məsələləri ilə məşğul olarkən diqqətli olun. Alış-verişlərə tələsməyin
və çox şeyə risk etməyin. Düşünmədən xərcləməkdənsə bu gün pul yığmaq daha yaxşıdır və impulsiv alış-verişlərdən çəkinmək daha yaxşıdır. Günün ikinci yarısı dostlarla xoş görüşlər və unudulmaz romantik görüşlər vəd edir. Gözlənilməz sevgi elanları və imtina etmək istəməyəcəyiniz təkliflər mümkündür. Oğatan bürcü. Günün əvvəli hər şeydə xüsusi diqqət tələb edəcək. Bu zaman edilən kiçik səhvlər belə xoşagəlməz nəticələrə səbəb ola bilər. Bəzi oxatanlar tələsik qərarlar verməyə və lazımsız risklərə getməyə meyilli olacaqlar. Vacib bir işi öz üzərinə götürən oxatanlar bir şeyi tələsik yerinə yetirmək üçün diqqətdən kənarda qalma riski daşıyırlar. Emosional gərginlik səbəbindən bir çox oxatanlar adi haldan daha əsəbi və səbirsiz olacaqlar. Hər kəs bunlarla mübarizə apara bilməyəcək. Lakin çox tezliklə müsbət tendensiyaların təsiri güclənəcək. Günün ikinci yarısı əlverişli olacaq. Bu, ixtiraçılıq və təxəyyül tələb edən məsələlərdə uğur vəd edir. Xoş xəbərlər ehtimal olunur. Bəzi oxatanlar üçün günortadan sonra alınan xəbərlər maraqlı düşüncələrə səbəb olacaq. Bu bürcün nümayəndələrinin yaxın bir neçə gün üçün planlarını kökündən dəyişdirmək qərarına gəlməsi və yaxınlarının bu işdə onları dəstəkləməsi mümkündür. Oğlaq bürcü. Xüsusilə ciddi planları olan oğlaqlar üçün bu ən asan gün deyil. Bürcün bu nümayəndələri ən az gözlədikləri yerdə çətinliklərlə qarşılaşa bilərlər. Müttəfiqlərlə fikir ayrılıqları və əhəmiyyətsiz məsələlərdə mübahisələr mümkündür. Əvvəllər kifayət qədər hamar olan münasibətlər daha da gərginləşəcək və onları necə həll edəcəyinizi dərhal görməyəcəksiniz. Kiçik çətinlikləri çox ciddiyə almamağa çalışın və işlər dərhal yoluna düşməsə, narahat olmayın. Çox şey sizin münasibətinizdən asılı olacaq. Ona görə də özünə inamınızı itirməməyə və irəliyə nikbinliklə baxmağa çalışın. Yaxınlarınıza qarşı səbirli olun. Anlaşılmazlıqlar adi haldan daha tez-tez yarana bilər və tez bir zamanda razılığa gəlmək sizdən asılıdır. Maliyyə məsələləri tövsiyə edilmir, çünki onlar ən qızğın mübahisələrə səbəb ola bilər. Ailə büdcəsi və ya ortaq mülkiyyətlə bağlı qərarları hələlik təxirə salmaq daha yaxşıdır. Dolça bürcü. Günün başlanğıcı əla xəbərlər gətirəcək. Bəzi dolça bürcləri üçün xəbər maraqlı düşüncələrə səbəb olacaq. Digərləri isə hadisələrə yeni bir perspektivdən baxacaqlar. Planlarınızı dəyişdirmək, bəzi işləri təxirə salmaq və digərlərinə diqqət yetirmək qərarına gələ bilərsiniz. Bunun etməyə dəyər olub olmadığından əmin deyilsiniz. İntuisiyanıza qulaq asın. Bu sizə düzgün cavabı verəcək. Günün ortası əvvəllər başladığınız layihələri tamamlamaq və köhnə planlara qayıtmaq üçün əlverişli zamandır. Bir vaxtlar bacarmadığınız bir işdə uğur qazanmaq şansınız böyükdür və nəticə gözləniləndən daha yaxşı olacaq. Bu, həm də köhnə tanışlarla görüşmək üçün əlverişli zamandır. Onlar öz irəliləyişlərini bölüşməkdən və son fəaliyyətləriniz haqqında daha çox məlumat əldə etməkdən məmnun olacaqlar. Gərgin münasibətlərin sizin üçün daha ahəngdar və xoş hala gəlməsi mümkündür. Axşam yaxınlaşdıqca biraz yavaşlamaq faydalı ola bilər. Hər şeyi kənara qoyub, özünüzə qısa bir fasilə verib güc toplamağı düşünün. Balıqlar bürcü. Bugün bir çox vacib məsələləri müzakirə etmək üçün əlverişlidir. Əgər yaxınlarınıza nəyisə etiraf etməkdə və ya hisslərinizi yaxınlarınızla bölüşməkdə tərəddüd etmisinizsə, indi bunu etməyin tam vaxtıdır. Düzgün sözləri tapmaq asan olacaq və sizi düzgün başa düşəcəklər. Uzun müddətdir dost və ya qohumla mübahisə edən balıqlar onlarla barışa biləcəklər və bu çox səy tələb etməyəcək. Yeni tanışlarla yola getmək asan olacaq. Bəzi ortaq planlar və fəaliyyətlər barədə tez bir zamanda razılığa gələ və birlikdə etmək istədiyiniz bir şey tapa bilərsiniz. Qeyri-adi iş təklifləri, məsələn, uzun müddətdir ki, məşğul olduğunuz hobbinizi biznesə çevirmək mümkündür. Müsbət tendensiyalar çox güclü olacaq və sizi maraqlı bir gün gözləyir.
Bununla belə sakit istirahət üçün vaxtınız olsun deyə planlaşdırmağa çalışın. Bu, xüsusilə çətin iş həftəsi keçirən balıqlar üçün vacibdir. Bu bürcün nümayəndələri bu gün yorucu fəaliyyətlərdən çəkinməlidirlər.